Salam aleyküm, hər vaxtınız xeyirli və bərəkətli olsun əzləm. Hər birinizi salamlam, xoş gördük. Əziz dəyərli bacılarım, qardaşlarım. Cəlilabad rayonunun Ağusta kəndinə gəlmişik. Mən şəhid bacısı Kərbalay Esma xanımdır, yəqin səsimdən tanıyırsınız. Gəlmişik ailənin yanına. Ailə ərzaq da təşkil elədik. İnşallah quyu məsələsinə görə gəlmişdik. Ailənin yaşadığı şərait bundan ibarətdir. İnşallah ki, ustalarla da danışmışıq quyunu. Quyu başlanılır Allahın izni ilə. Allah hər birinizdən razı olsun. Dəstək olanların hər birindən Allah razı olsun ki, bu işdə dəstək olurlar. And olsun Allaha, yaşamaq deməkdirsə də buna yaşamaq demək deyil. Yəni, həqiqətən şərait heç nədir da, yəni burada insan yaşamaz. İnşallah ki, bunlar da uşaqlardır. İnşallah gedək bizə quyunu görsət hardan qazılacaqdır. Bax, bunların yaşadığı yerlər. Ayna olmadığına görə görürsünüz, yəni dəsmal tutublar. Həqiqətən ailənin vəziyyəti, durumu çox pis ağırdır. Yəni, şərait klonka vurulur. Yəni, şərait çox ağırdır. İnşallah ki, hər birinizdən Allah razı olsun ki, bu ailəyə görürsünüz, ayna çürük vəziyyətdədir. Çox pis ağır vəziyyətdədirlər də. Yəni, bu da evin arxa hissəsi. Baxın, yağışdan, yəni yağmasın deyən, vurmasın deyən şüşələr üstü. Yəni, burada yaşamaq demək deyil də. Hər birinizdən razı olsun ki, bu ailəyə dəstək olsunuz. Biz də Sumqayıtdan gəlmişik. Gəlmişik bacı ki, sizin quyunuzu qazılma. İnşallah quyunuz harada qazılacaqdır. Yəni, evin şəraiti budur. Bu Ramazan günlərində, bu martın 7-si, 2026-cı il, bu Ramazan günündə inşallah ki, bu ailə nəzər eləyərik. Bu ailənin quyusu qazılar. Rusiyada olan bacılarım, qardaşlarım, hər birinizdən Allah razı olsun. Dəstək olun. Dəstək olun ki, bu ailənin quyusunu qazdıraq. Narahat olma. Narahat olma, düşəcəm. Yəni, dəstək olun ki, bu ailənin quyusunu qazdıraq. Ən azından sularla olsun burada. İnşallah Bismillah bu quyunu qazdıracaq, başlayıb. Su quyusunu eləyəndən sonra İnşallah. Allah köməyiniz olsun, Allah sizdən razı olsun. İnşallah. Mənim bir dənə çətinliyim buydu. Onu da qaldırırsınız, təbrik edirsiniz. İnanırsa mənim dünyalar mənim olur. Allah sizin hamınıza razı olsun. Amin inşallah. Allah köməyiniz olsun. İndiyə qədər il yarımdır. Esmira bacımı tanıyırıq, o gəlib köməkliyi olmasaydı. Bizim vəziyyətimiz çox pis, çətindir. İnanırsınız ki, biz də kimlərsə sayəsində gəlib bura çıxıb dəstək olur. Allah köməklərində dursun. Mən Rusiyadakı qardaşlarımıza, bacılarımıza yəni səslənirəm. Hər birinizdən xahiş edirəm ki, bunların aynalarını, qapılarını heç olmasa patloku vurduraq. Yəni, ailənin vəziyyəti çox ağırdır. Yəni, mən gəlmişim, bax, dağ ətəyidir. İnan, biz bura nə zulümlə gəldik, bu günlərim çıxdıq. İnşallah ki, düzələr. İnşallah ki, bizim mərhəmətli qardaşlarımız var, bacılarımız var. Dəstək olarlar. Neçə kilometr qar var, qar dəhşət. Mən neçə kilometr yol gedirəm, əlimdə gətirəm suları. Allaha and olsun da bu iki qış lap bəd idi. İnanırsan, zulümlə gedib su gətirdim, baçoqlarla. Baxa da biləsi, teşlərə su yatırdım. Yox, narahat olma, o sözüm görürəm, hamı da mənə inanır, bilir. İnşallah ki, dəstək olarlar. Məktəb uşaqlarım var, məktəbdən gəlir. Görürlər, utan uşaqlar. Yəni, yaşamaq deməkdirsə, buna yaşamaq demək olmaz. Yəni, buna yaşamaq demək olmaz. Yəni, həqiqətən ailənin vəziyyəti çox ağırdır. And ola Allaha ki... Bax, buraya bax, teşlər su doldurmuşam, buradan. Götürürəm, paltarlara da yoxdur da. Bax, gömlələri doldurmuşam. Zulüm çəkirəm də. Rusiyadan yaxşı qardaşlarımız var, bacılarımız var. Azərbaycanımızın bölgələrindən bizə dəstək olanlarımız var. Buraları doldurmuşam, suyla əziyyət çəkirəm, suyan sonra. Neçə kilometr Allah and olsun bacılara yol gedirəm. Və bu cığılanı nəyə görə vurursan ki? Bu palçıqdır. Şurada yağış sildir, onca klonka vurmuşam. Dəmir yoxdur vurmağa. Klonka vurmuşam ki, onu da tık apara görürsünüz, köhnə klonkalar hamısımışam. Buraları görürsünüz. Və bu ayna yoxdur deyə mi vurursan? Bəli, bəli, aynası yoxdur. Bax, burası var, görürsən. Görürsünüz, boşda. Gördüm. İnşallah. İnşallah dəstək olarlar. Mən Azərbaycanın qeyrətli qardaşlarına, bacılarına səslənirəm. Mən qeyrətli Rusiyada yaşayan qardaş bacılarımıza səslənirəm, hacı xanımlara səslənirəm ki, bu
Allah köməkləri olsun. Aylarda ən azından görürsüz dağın ətəyi idi, baxın. Yəni biz bura nə zulmla gəldik, çıxdıq. Palçıqdan, yollarla nə zulmla gəldik, çıxdıq ki, yəni biz o quyunu başladıq ki, ən azından Ramazan günüdür. Yəni o sudan içəndə bizə də savab yazılsın. Allah sizin hər birinizdən razı olsun. İnşallah. Allah köməyiniz olsun. Hamısından kömək istəyirəm. Allah onlardan razı olsun. Ancaq mən bu quyumu təhvil verin sizə. İnşallah verəcək. Verirəm Allah'a. Quyunu da verəcək. Ayına da inşallah saldırarıq. Patolokunu da vurdurarıq. Allah ona verir. Qapılarını da saldırarıq inşallah. Usta gətirib ölçdürərik Allahın izni ilə. Allah köməyiniz olsun. Allah hər birinizdən razı olsun.